Salam dəyərli izləyicilər, bugün sizi Qarabağın dəyişən, dirçələn, yenidən nəfəs alan yolları ilə səyahətə aparırıq. Bu yollar illərlə həsrət qalan yurda aparan ümid yollarıdır. Dağları yara-yara uzanan yeni yollar Qarabağı Qarabağa bağlayır. Hər döngə, hər tunel, hər körpü bir dönüş nöqtəsidir. Bu yollarla təkcə maşınlar yox, xatirələr, arzular, gələcək hərəkət edir. Qarabağda çəkilən bu yollar sabah açılan qapıdır. Mədəniyyətimizin beşiği Şuşa. Şuşa bugün təkcə tarix yox, eyni zamanda müasir həyatdır. Yeni yaşayış massivləri sürətlə inşa olunur. Burada evlər sadəcə daşdan deyil, ümiddən tikilir. Burada ustalar, fəhlələr, mühəndislər fədakarlıqla işləyir. Əl zəhmətinə dəyər verib qiymətləndirməliyik. Planlı, müasir, şəhər ruhuna uyğun binalar Şuşanın siluetinə yeni nəfəs qatır. Bu tikintilər bir mesaj verir. Şuşa yaşayır, Şuşa böyüyür, Şuşa qaydanları gözləyir. Adı çəkiləndə yaddaşa sükut, xatirə və dözüm gələn bir yurt. Bugün isə Kərkicahan yenidən insan səsi eşidir. Doğma torpağa qayıdan ailələr, evlərini açar alan insanlar, yenidən qurulan həyətlər, üstü çıxan bacalar. Kərkicahan Xankəndinin yaxınlığında yerləşən, strateji və tarixi əhəmiyyətə malik bir yaşayış məntəqəsidir. Burada həyat yenidən başlayır. Bu köç sadəcə yer dəyişmək deyil, bu kökünə qayıtmaqdır. Bu, illərin həsrətini bir qapının açılması ilə bitirməkdir. Növbəti ünvanımız Xankəndi. Şəhər yeni ili qarşılamağa hazırlaşır. Küçələrdə təmizlik, işıqlanma, bəzədilmə işləri aparılır. Şəhərdə həyat canlanır, ritm dəyişir. Xankəndi tədricən öz yeni simasını qazanır. Bu şəhərdə sabah üçün hazırlıq var.
Kəlbəcər, dağların danışdığı, yolların səbr tələb etdiyi bir məkan. Burada yollar sərt qayalar aşaraq irəliləyir. Bu dağlar əzəməti, bu yollar isə insan iradəsini xatırladır. Kəlbəcər yenə ucalığı ilə göz oxşayır. Ağdərənin Talış kəndi uzun illər sükuta qərq olmuş, bu kənd bugün yenidən dirçəlir. Talış kəndi zəngin təbiəti, strateji mövqeyi və tarixi ilə seçilir. Bərpa işləri, yeni evlər, infrastruktur kəndə həyat qaytarır. Burada torpaq yeni insan addımını hiss edir. Talış kəndi yenidən yaşayış xatirəsinə qayıdır. Dəyərli izləyicilər, bugünkü Qarabağ səfərimiz burada başa çatır. Əgər bu görüntülər sizə də toxundusa, əgər bu torpaqların dirçəlişi sizi də sevindirirsə, videonu bəyənməyi, kanala abunə olmağı və fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Yeni videolarda yeni Qarabağdan görüşənədək. Sağ olun, var olun.